Salam əziz tamaşaçılar. İsa Fox var. Mənşəcə ingilisdir. Ailəsi İslam qəbul eləyib. Onun kanalı var. Qardaşının kanalı ən çox tanınmış kanallardandır. Gördüm. Burada Arab News saytına, resursuna istinadən bildirib ki, bu il Ramazan ayının son günlərində zəvvarların sayı tarix boyu ən böyük rəqəmə çatıb. 4.200.000 nəfər olub, zəvvar olub eyni vaxtda. Çox yaxşı rəqəmdir. Biz keçən ilin sonu, bu ilin əvvəli ümrə ziyarətində olmuşduq. Yaxşı insanların sayəsində Allah nəsib eləyib bizim ödənişimizi, bütün məsrəflərimizi üzərlərinə götürmüşdülər, dəvət eləmişdilər. Ən yaxşı yerdə qonaq edirdilər. Allah hamısından qat-qat razı olsun. Cənnətdə qonşu olaq inşallah. Sözüm nədədir? Biz orada, bizim qrup 27 dekabr 2024-cü il tarixdən 3 yanvar 2025-ci il tarixində orada olanda da zəvvarların sayı çox idi. Orada olan yerli cəmaət bildirirdi ki, günü-gündən zəvvarların sayı artır. Hələ belə ümrə ziyarəti olmamışdı indiyə qədər. Yəni, çox insan var idi, amma hal-hazırda vizual olaraq da müşahidə eləyəndə son günlər Məkkədən, Mədinədən çəkilən videolara baxanda da görmək olur ki, zəvvarlar o qədər çoxdur ki, yollar bağlı olur. Yəni, çox sıxlıq var. Yaxşıdır ki, ölən, itən yoxdur. Allah qorusun hamını. Xəbər də var ki, Məkkədə olan Kəbə evinin ətrafında genişləndirmə işləri aparılacaq ki, zəvvarların sayı çoxalır, çox sıxlıq müşahidə olunmasın. İnsanlar ziyarətlərini rahat yerinə yetirsinlər. Bu qədər. Allah hamınıza nəsib eləsin. Çox sağ olun, var olun.